Bəzən deyirlər ki, həyatın ritmi ürəyin döyüntüsündən başlayır. Bəs ürəyimiz öz ritmini itirəndə nələr baş verir? Bəzən səbəbsiz o sürətlənən döyüntülər, qəfil hiss olunan o döyünən vurğular və ya ürəyin nizamsız döyünməsi sadəcə bir həyəcanmı olur? Yoxsa ritm pozğunluğunun hardasa xəbərçisi ola bilər? Kardioloqumuz bugün studiyamızda bu sualların hər birinin cavabını bərabər şəkildə bizə söyləyəcək. Araşdıracağıq, görək ürəyin ritm pozğunluqları zamanı nələr baş verir və elə siz də istəyirəm ki, həm diqqətli olmaqla yanaşı, həm də sual təbii ki, efirin gedişatında suallarınızı da yönləndirəsiniz və təbii ki, biz də cavablandıracağıq. Kardioloqumuz Könül Səfərova studiyamızdadır və o bizə ürəyin ritm pozğunluğu barədə məlumat verəcək. Nədir ürəyin ritm pozğunluğu və niyə olur? Salamlayıram, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Mən də sizi, Sağlam Radio əməkdaşlarını və dinləyicilərimizi salamlayıram. Aritmiya ümumiyyətlə ürəyin ən mürəkkəb bir hissəsidir. Ritm düzənsizliyi, ritm pozğunluğuna tibbi dildə aritmiya deyirik ki, aritmiya ümumi böyük bir başlıq altında daxilində bir çox xəstəlikləri gizlədir. Demək, aritmiyalar özü, aritmiya adı altında ondan çox xəstəlik var ki, onların da alt qruplarını və genetik aritmiyaları nəzərə alsaq, aritmiyaların 100-dən çox növü var deyə bilərik. Ümumiyyətlə, aritmiyalar ürəyin ritm nizamsızlığıdır. Normalda ürəyimiz müəyyən bir ritmlə, ardıcıllıqla, aralıqlı fasilə ilə döyünür. Bunun sürətlənməsi, azalması və yaxud nizamsız olması aritmiya başlığı altında adlanır. Ümumiyyətlə, bunun çox sadə növlərindən tutmuş, həyati təhlükəli aritmiyalara qədər növləri var. İndi inşallah zamanla açıqlayarıq. Təbii. Ürəyin normal ritmi necə tənzimlənir Könül xanım? Ürəyin normal ritmi sinoatrial düyün dediyimiz bir elektrik mərkəzi ilə tənzimlənir. Bu bizim ürəyimizin, bildiyiniz kimi ürəyimiz 4 kameralıdır. Sağ qulaqçığında yerləşir. Evimizdəki elektrik şəbəkəsinin mənbəyi kimi ürəyimizin də elektrik şəbəkəsinin mənbəyi, mənfəzi bu sinoatrial düyün hesab olunur. Sinoatrial düyün öz-özlüyündə 1 dəqiqə ərzində 60-80 impuls yaradır. Bu yaratdığı impulsu ürəyin keçirici sistemi vasitəsilə digər özündən daha zəif düyünə ötürür və ürəyi şəbəkə şəklində yayılaraq elektrik impulsları yayılır. Bu impulslarda ürəyə döyün əmrini verir. Bu impulslar ürəyə yayıldıqca ürək hər dəfə döyüntüyə məruz qalır. Yəni döyünmək məcburiyyətində qalır, belə deyək. Aritmiyaların da bir neçə növü var imiş. Bəli. İstəyərdim ki, onlar haqqında da məlumat verəsiniz. Ən çox biz hansı növü ilə daha çox danışıq? Aritmiyalar özü yerləşdiyi yerə görə bölünür, ritmin sürətinə görə bölünür. Ümumiyyətlə, normal, sağlam, yetkin insanın ürək döyüntüləri normada 60-100 arasında olmalıdır. Əgər bu 60-ın üstünə çıxırsa, 60-ın altına düşürsə, biz buna bradiaritmiyalar, 100-ün üstünə çıxırsa, biz buna taxiaritmiyalar deyilir, taxikardiyalar deyirik və bəzən ürəyin sürəti normal ola bilər, ürək döyüntülərinin sayı normal ola bilər, bu düzənsiz ola bilər ki, buna da biz nizamsız aritmiyalar deyirik. Bunların da ən bariz və çox görülən nümunəsi qulaqçıq fibrilyasiyası, atrial fibrilyasiyadır. Təhlükəli hansıdır? Təhlükəli və yerləşdiyi yerinə görə aritmiyaların qrupları var ki, bunlar qulaqçıq və mədəcik aritmiyalarına bölünür. Yəni ürəyin üst təbəqəsində yaranan aritmiyalar və aşağı mədəciklərdə yaranan aritmiyalar. Daha təhlükəli hesab olunan mədəcik aritmiyalardır. Bunlar mədəcik fibrilyasiyası, mədəcik taxikardiyalarıdır. Bundan əlavə qulaqçığın özündə də yaranan bəzi təhlükəli aritmiyalar vardır. Dediyimiz kimi qulaqçıq fibrilyasiyası da qulaqçıq mənşəli təhlükəli aritmiyalar kateqoriyasına aiddir. Bir də bundan əlavə ürəyin yavaş döyünməsi hesabına olan ritm pozğunluqları var ki, bunlar da bəzən həyati təhlükə daşıya bilər. Yəni bayılmalar, baş gicəllənmələr, ani ölümlərə səbəb ola bilər. Ürəyin ritm pozğunluqlarından danışanda Könül xanım, indi birazdan biz risk faktorlarını da söyləyəcəyik. Görək nə daha çox ürəyin ritm pozğunluğunu yaradır, ritmlərin sayını daha da sürətləndirir və təbii ki, çox faktorlar bildiyim qədərilə burada rol oynayır. Hər birinə ayrı-ayrılıqda mənə gəlir ki, vaxtımız olacaq toxunaq. Amma ümumiyyətlə götürsək, ürəyin ritm pozğunluğuna
bir kardioloq kimi ən çox səbəb olan faktorların adını soruşsam sizdən, nə cavab verərdi kardioloq Könül Səfərova? Demək, ümumiyyətlə ürəyimizi normal, düzgün işləyən bir saat kimi təsəvvür eləsək, saatın əqrəbi necə eyni aralıqda, eyni sürətlə hərəkət eləyir. Ürəyimiz də normada o cür hərəkət eləməlidir, amma bəzən ürəyimizdə o əqrəbin ləngiməsi, əqrəbin sürətlənməsi və ya nizamsız işləməsi olur ki, bu da aritmiyaların müxtəlif növlərində özünü göstərir. Ümumiyyətlə, ürəyin aritmiyasının yaranma səbəbləri müxtəlifdir. Yəni, bu ürəyin öz mənşəyindən ola bilər, biz buna kardioloji deyirik və kardial və ekstrakardial, ürəyin özündən asılı olan səbəblərdən yaranan aritmiyalar və ürəyin özündən asılı olmayan digər xəstəliklərin hesabına yaranan aritmiyalar. Əsasən ürəyin özündən qaynaqlanan aritmiyalar var ki, bu da ürəyin damar xəstəliyi olanda ürəyin damar patologiyası hesabına sonradan yaranan aritmiyalar, ürək çatışmazlığı dediyimiz ürəyin ağır xəstəlikləri hesabına yaranan aritmiyalar və bəzən miokard infarktından sonra da ürəyin əzələ gücünün düşməsi, ürəyin struktur fəaliyyətinin zəifləməsi hesabına da bəzi aritmiyalar yarana bilər. Bundan əlavə aritmiyalar ola bilər endokrin xəstəliklər hesabına. Məsələn, tiroid xəstəliklərində adətən biz taxiaritmiyalara rast gəlirik. Hormonal disbalans hesabına əmələ gəlir. Yəni, zob hormonlarının orqanizmdə yüksəlməsi, azalması hesabına ürəyin ritmində olan dəyişikliklər. Çoxumuza sadə kimi görünən arterial hipertenziya, ürəyin təzyiq yükündə işləməsi hesabına ürəyin özündə əmələ gələn aritmiyalar ola bilər. Şəkərli diabetdən sonra baş verən aritmiyalar ola bilər. Sonra bəzi orqanizmimizdə elektrolit pozğunluqları, biz sadə baxırıq bəzən onlara, orqanizmdə maqnezium çatışmazlığı, kalium çatışmazlığı və yaxud bunların artıqlığı hesabına da aritmiyalar ola bilər. Bundan əlavə bəzi dərman preparatları var ki, aritmiyaları yaratmaq xüsusiyyəti var, yan təsiri olaraq. Demək, biz bunlara nəyə aid edirik? Allergiyalarda istifadə olunan antihistamin dediyimiz dərman qrupları bəzən uzun müddətli istifadə olunanda aritmiyalara zəmin yarada bilər. Sonra burun damcıları. Biz bəzən o allergik rinitlərdə falan istifadə etdiyimiz burun damcıları var ki, onların da tərkibində psevdoefedrin olan burun damcıları bəzən allergik reaksiya, daha doğrusu ritm pozğunluqları yarada bilər. Bundan əlavə, hətta paradoksal olsa da, bunu da deyəcəm, bəzən aritmiyada istifadə etdiyimiz antiaritmik preparatlar başqa növ aritmiyaların yaranmasına zəmin yaradır. Yəni, biz səbəbi aradan qaldırmaq üçün pasiyentə bunu təyin edirik və sonuçda başqa növ aritmiyanın yarandığını görmüş oluruq. O zaman neyək? Yəni, o dərmanların qəbulunu saxlayaq? Elə olan təqdirdə biz əgər aritmiya, antiaritmik preparatlar uzun müddət istifadə olunursa, doğru seçilmiş dərmandırsa və başqa aritmiyalara səbəb olursa, onda dərmanın istifadəsini dayandırırıq, məhdudlaşdırırıq, daha başqa yöntəmlərə əl atırıq. Belə. Mövzunu davam etdirəcəyi vaxtımız var və bir daha xatırladıram, bugün ürəyin ritm pozğunluqlarından danışırıq. Aritmiyalar haqqında başladı Könül xanım söhbətə və hansı aritmiyalar ümumiyyətlə daha təhlükəlidir? Ümumiyyətlə ritm pozğunluqları dedikdə biz daha çox nədən ehtiyat eləməliyik? Nə zaman onu ciddiyə almalıyıq? Yəni, mənə elə gəlir ki, bu suallar hər birimizi maraqlandırır. Elə sizə də sual vermək istəyirik bu arada. Sağlam Radionun Sağlam Həyatın dinləyiciləri, bizə qulaq asırsınızsa kardioloqdur qonağımız. Hər birimiz ürəklə bağlı mövzulara, necə deyirlər, dörd qulaqla qulaq asırıq. Çünki çox maraqlı mövzulardır və hər birimizi də maraqlandırır bu mövzular və ona görə də sizi əgər maraqlandırırsa hər hansı bir sual və ümumiyyətlə aydınlıq gətirmək istəyirsinizsə o suallarınıza cavab olaraq nə edirsiniz? WhatsApp nömrəmizə yazırsınız. Həmişəki kimi 055 93 490 93-də yaza bilərsiniz suallarınızı. Mən də səsləndirəcəm. Bir daha xatırladıram. 055 93 490 93-də WhatsApp nömrəmizdə yaza bilərsiniz. Ürəyin ritm pozğunluqları haqqında nə isə öyrənmək istəyirsinizsə. Stres və həyəcan. Onlar aritmiyanın artmasına, ümumiyyətlə yaranmasına səbəb ola bilərmi Könül xanım? Stres, həyəcan aritmiyanın yaranmasına səbəb ola bilər, bəli. Amma çox
gördüyümüz hallarda stres, həyəcan müddəti keçəndən sonra yaranan aritmiyalar nisbətən sabitləşir. Ümumiyyətlə stres fonunda orqanizmimizdə adrenalin hormonumuz artır ki, bu da ürək döyüntülərinin sürətlənməsinə, ürək döyüntülərinin sayının artmasına səbəb olur. Uzun müddət orqanizm bu ürək döyüntülərinin sayının artmasına, sürətinə tab gətirə bilir, amma dayanıqlı, uzun müddətli stres yaşayan insanlarda bu artıq başqa ritm pozğunluqlarına yol aça bilər. Bu vəziyyətin müalicəsində biz adətən faktoru aradan qaldırırıq. Yəni stres, həyəcan aradan götürüləndən sonra adətən bu ritm düzənsizliyi normaya düşmüş olur. Sabit, stabil vəziyyətə qayıda bilirik. Bir də təbii ki, daha çox insanlar arasında son illərdə qəhvəyə meyilli biraz da artıb. Elə bir ki, sanki bir məşğuliyyət kimi artıq qəhvədən istifadə edirlər. Boş oldum, qəhvə içək, yəni bir bəhanəyə çevrilib artıq bu, hər hansı bir söhbətə giriş etmək üçün. Məsələn deyim, sadəcə qəhvə içməyin də özünün bir limiti olmalıdır da. Biraz bunu bilmirlər dinləyicilərimiz. İndi sizdən soruşmaq istəyirəm ki, qəhvənin özü, kofe məsələn belə deyək də, yaradırmı hər hansı bir ürəkdə ritm pozğunluğu və yaxud da ritmə dəyişiklik edirmi? Bir təsiri varmı? Demək, kofe birbaşa zərərdir demək düzgün olmaz. Bu istifadə etdiyimiz kofenin miqdarından və insandan asılıdır. Yəni çox həssas insanlarda verə biləcəyi dəyişikliyi qeyri-həssas insanlarda verməyə bilər. Ümumiyyətlə limitdən dediniz. Gündəlik orqanizmin kofeinə olan qəhvənin tərkibindəki əsas maddəyə kofeinə olan tələbatı 400 mq-dır. Biz bir fincan kofe içəndə bu 400 mq-ın 200 mq-ın artıq almış oluruq və bu Türk kofesində 80-120 mq-a yaxın kofe var. Bu bir fincan içəndə bir ritm düzənsizliyi yaratmaz. Adətən 1-2-3 fincan içəndə çox həssas insanlarda bu bir fincanda da özünü göstərə bilər. Ürəyin ritminin sürətlənməsinə səbəb ola bilər. O qədər təhlükəli aritmiyalara səbəb ola bilməz. Lakin miqdar aşdıqca, doza aşdıqca biraz problem görülə bilər. Ümumiyyətlə kofeinli içkilərlə yanaşı, tək kofeinin tərkibində deyil, kofeinli içkilərlə yanaşı energetik içkilərdən mən daha çox ehtiyat edin deyərdim. Energetik içkilər biz ümumiyyətlə dövlətimizin çox gözəl bir strategiyası var. Hərbi xidmətə yönləndirilən gənclərin kardioloji müayinəsi aparılır. Biz özümüz də o müayinələrlə məşğul oluruq. Bəzən gənclərdə çox vaxt bu energetik içkilər səbəbindən yaranan aritmiyalar görürük. 17-18 yaşlı hərbi xidmətə yararlı şəxs gəlir, baxırıq ürəyində aritmiyalar. Alt səbəbi araşdıranda energetik içkilər, kofein qəbulunun çoxluğunu görürük və belə olan təqdirdə biz onlara gözləmə müddəti veririk. Tamam o kofeinli energetik içkilər kənarlaşdırılır. Heç bir dərman müalicəsi, heç bir müdaxilə olmadan ürəyin öz ritmi nizamlanır. Yəni kofeindən də daha çox zərərli mən bu energetik içkilərdən uzaq durun deyərdim. Amma onlardan da zərərli alkoqol deyilən bir içki də var. Onu da vurğulayaq. Hətta onun bir yaxın dostu da var, siqaret, nikotin. İstəyirəm ki, elə onun nə dərəcədə aritmiya riskini artırması ilə bağlı, bununla bağlı bir fakt varmı? Demək, alkoqol da, nikotin də ürəyə, ürəyin sinir sisteminə, ürəyin elektrik sisteminə mənfi təsir göstərir. Yəni ən çox mənfi təsir göstərən nikotin və alkoqoldur deyərdim. Ürəyin ritm düzənsizliyi problemlərində ümumiyyətlə ürək döyüntülərinin sürətlənməsinə, ürəyin daha gərgin, daha yüklənmiş işləməsinə səbəb olur. Bəzən tam sağlam, heç bir ritm düzənsizliyi olmayan insanlar bir bayram ürəyi deyilən sindrom var. Biz onunla qarşılaşırıq. Bayram günlərində aşırı alkoqol qəbulundan sonra alkoqolun hesabına yaranan həyati təhlükəli aritmiyalar olur bu insanlarda və biz onlarda anamnestik sorğuladıqda indiyə qədər heç vaxt ürəkdə bir problem olmadığı, dəfələrlə müayinə olunsa belə heç bir ritm düzənsizliyi aşkarlanmadığını bilirik və buna biz bayram ürəyi sindromu diaqnozu qoyuruq, deyirik daha doğrusu. Bu pasientlər bayram ötəndən sonra, bir neçə gün keçəndən sonra nəsə bir müdaxilə olmadan ritm özünə düzəninə qayıda bilər, amma bəzən bu davamlı, dayanıqlı patologiyada yarada bilir. Bundan əlavə, yəni bu aşırı alkoqol miqdarının
qəbulundan sonra yaranan bir vəziyyətdir. Uzun müddətli az-az alkoqol qəbul edən insanlarda isə ritm düzənsizliyindən əlavə ürəyin özünün əzələ kütləsinin funksiyallığının zəifləməsini görürük biz. Yəni əzələ kütləsi öz elastikliyini itirir, ürək xəstəliklərinə birbaşa yol açır. Belə. Çox maraqlı izah edirsiniz Könül xanım. Təşəkkür edirəm. Bir balaca istirahət edin. Biz də elə fasilə elan edirik. Dinləyicilərimiz sizə qulaq asacaqlar indi Sağlam şəhər rubrikasına, ardıca sağlam xəbərə və əlbəttə ki, mövzunu bir daha xatırlatmaq yerinə düşər. Bugün biz ürəyin ritm pozğunluqlarından danışırıq. Hər birimizi maraqlandırar ki, ürək döyüntüləri niyə artır, niyə az, məsəl üçün adama elə gəlir ki, elə bir az döyünür və yaxud kənardan bir şəxs sadəcə belə toxunarkən, nəbzimizi yoxlayarkən ürək ritmlərinin az vurduğunun yəni şahidi olur və bizə bu haqqda məlumat verir. Biraz da deyərdim ki, istiqamət verir ki, bəlkə bir müayinəyə gedəsən, sanki elə bir ki, ürək ritmin çox az vurur və ya əksinə uşaqları bəzən belə deyək də sadəcə təsadüfi bir müdaxilə nəticəsində, bilmirəm, qucaqlayarkən mən deyim, biraz belə yaxın olarkən ürək döyüntülərinin sürətlə döyüntüsünün şahidi olursa, uşaqlarda bu daha çox bizi narahat edir və ona görə də valideynlər təlaşa düşürlər. Mən də istəyirəm ki, bugün o mövzunu işıqlandırarkən valideynlər də daha aktiv olsunlar və suallarını bildirsinlər. Kardioloqumuz Könül Səfərova bugün Sağlam Həyatdadır və o bizim suallarımızı cavablandırır. Sizi nə maraqlandırırsa ürəyin ritm pozğunluqları haqqında mən WhatsApp nömrəmizi bir daha sizin üçün xatırladım. O zaman 055 93 490 93-də yazıb göndərə bilərsiniz. Təkrar edirəm, 055 93 490 93-də suallarınızı yazın, göndərin. Sağlam həyata qulaq asırsınız dostlar. Sizinlə mənim aparıcınız Samirə Fərzəliyeva. Sağlam olmaq çətin deyil. Sağlam həyat. Sağlam radio. Şəhər memarlığı sağlamlığımızın açarıdır. Ekoloji materiallar, yaxşı havalandırma və günəş işığı ilə dolu binalar xəstəliklərin qarşısını alır. Yeni layihələrdə bu standartları tətbiq edək. 2026-cı il şəhərsalma və memarlıq ili ilə şəhərlərimizi daha sağlam edək. Səhiyyə Nazirliyi çağırış edir. Sağlam şəhər, sağlam həyat. Ürək mövzusu da həmişə maraqlıdır. İnanın ki, ürəyin bir çox xəstəliklərini biz müzakirəyə çıxaranda həqiqətən də mesajlarımız çox olur. Çünki insanları daha çox maraqlandırır ürək mövzusu. Ürəyin ritm pozğunluqları da bugün Sağlam Həyatda müzakirə olunur və kardioloqumuz Könül Səfərova bizim suallarımızı cavablandırır. Niyə ürəyimiz sürətlə döyünür, niyə az döyünür, niyə zəif döyünür? Yəni bir ortanı tapa bilmirik Könül xanım. Hər ikisində problem var. Döyüntü sürətlənəndə də problem var, döyüntü azalanda da problem var. İndi sizdən soruşmaq istəyirəm geri gəlmişkən, yəni ümumiyyətlə ritm pozuntusunun özü normal sayıla bilər? Yox, əgər ritm pozulubsa normal hesab olunmur. Heç vaxt normal sayıla bilməz. İndi dinləyicilərimizdən sizə mesajlar gəlib. Onlar mən səsləndirim onları, sonra əsas mövzuya qayıdarıq. Deməli, soruşur dinləyicimiz ki, enerji içkilərindən danışdınız bayaq. Ona görə soruşur ki, enerji içkilərinin ürəkdə aritmiya yaratdığı o doğrudur? 67-49 soruşur Könül xanım. Bəli, energetik içkilərin tərkibində kofein və ələlxüsusda taurin deyilən bir maddə var ki, o ürək döyüntülərinin nəinki ritm pozğunluğu, ürəyin digər xəstəliklərinə də zəmin yarada bilər. Digər sual da var. Qəfil ürək dayanması hallarında mütəxəssis olaraq o kritik anda qorxu və stresi idarə edib rasional qərar verməyən psixoloji bir formulu nədir? Kim yazır bunu? O 56-60. Çox geniş bir sual oldu. Bəzən qəfləti ürək dayanmaların İnsanlar ürəyin damar probleminə bağlı görür. Yəni infarkt oldu, öldü. Amma sübut olunub ki, ani ürək dayanmalarının əksəriyyətinin səbəbi həyati təhlükəli aritmiyalardır. Sayı artır, mədəcik mədəcik taxikardiyaları, mədəcik fibrilyasiyaları və ölümlərə ürəyin işemik xəstəliyinə, yəni damar patologiyalı xəstəliklərindən, infarktdan daha çox ürəyin ritm pozğunluqları ani ölümlərə səbəb olur. Bir mesajı da oxuyum. 3817 salamlayır bizi. Doktor yazır ki, panik atak və ya kəskin stres fonunda yaranan taxikardiyanı real üzvü patologiyası olan ritm pozuntularının ayırmaq üçün tətbiq etdiyiniz ən effektiv diaqnostik üsul hansıdır? Demək, panik atakla
taxikardiyalar ayırmaqda biz birinci xəstənin anamnestik məlumatlarına baxırıq. Yəni panik ataq xəstələri düzdür. Bəzən olur ki, 10 il, 20 il ritm pozğunluğu ilə yaşayır insan, onu panik atak olaraq dəyərləndirir və kardioloqa müraciət eləmir. Kardioloqa müraciət eləyəndə elektrokardiografik müayinə əsasında ən sadə ağrısız metodla aritmiyaların diaqnozunu qoyan elektrokardiografik metodda biz baxıb deyirik ki, səndəki panik atak yox, indiyə qədər səni narahat edən bu aritmiya növüymüş, bu aritmiyaymış. Panik atakı olan pasientlərdə ürək döyüntüləri yavaş-yavaş yüksəlir. Məsələn, 80 idi, adam həyəcanlanır, panik atak başlayır, 90-a qalxır, 100-ə qalxır, 110-a qalxır, 120-yə qalxır, amma ürəyin ritm düzənsizliyində biz bunu çox vaxt paroksizimal taxikardiya ilə müqayisə edirik. Bu xəstəlikdə ürək döyüntüsü anidən başlayır, sürətli bir şəkildə 150-yə qalxır və anidən sonlanır. 2, 3, 4, 5 dəqiqə və anidən təkrar ürək döyüntüsü 75-lərə düşə bilər. Yəni bu paroksizimal taxikardiya ilə panik atakın müqayisəli şəkildə anamnestik məlumatlarla biz çox vaxt diaqnozun yarısını qoymuş oluruq. 150 çoxdur. Əlbəttə çoxdur, çoxdur. Nə zaman həkimə getmək lazımdır? Mütləq şəkildə baxın, həkim lazım gəlir. Artıq bir ehtiyac duyulur. Aha. Demək, adi vəziyyətdə insan, məsələn, sağlam, yetkin insan hərəkət eləyəndə, fiziki hərəkətdə, dediyimiz kimi kofeinli içkilərin qəbulundan sonra, müəyyən bir idman prosedurlarından sonra, həyəcanlananda, stres keçirəndə ürək döyüntüsü yüksələ bilər. O onu hiss eləyə bilər. Yəni o anda onun həkimə getməyi mütləq deyil. Yəni bu hansısa bir provokasiya edici, yəni tətikləyici bir faktor olub ürək döyüntüləri yüksəlib. O faktor aradan götürüləndən sonra ürək döyüntüləri sabitləşir, stabilləşir. Amma bu ürək döyüntüləri əgər aradan qalxmırsa və buna təngi nəfəslik, döş qəfəsində sıxılma, göynəmə, yanğı kimi əlamətlər qoşulursa və bəzən bu vəziyyətə bayılma kimi əlamətlər də qoşula bilər. Mütləq ki, həkimə müraciət olunmalıdır. Ən azından aritmiyanın növü diferensiyasiya edilməlidir. Bu qorxulacaq təhlükəli aritmiyadır, yoxsa həyati təhlükə yaratmayan, bəzən heç dərmanla da müalicə gərəkdirməyən aritmiya növüdür. İrsi faktoru necə? İrsi faktorlar təyin edə bilərmi? Məsələn, irsənmi, ötürülürmü bu xəstəlik? Demək, irsi faktorları ümumiyyətlə tam göz ardı etmək olmaz, amma demək olmaz da ki, bütün aritmiyalar irsi faktorlar hesabına ortalığa çıxır. Demək, burada məsələ necədir? Xüsusi tip aritmiyalar var ki, biz bunlara uzun QT sindromu deyirik, VPV sindromu deyirik, Wolff-Parkinson-White sindromu. Bunlar anadan gəlmə aritmiyalardır. Yəni irsi olaraq ötürülür. Bəzən yetkin insanda biz təsadüfi müayinə nəticəsində aşkarlayırıq ki, bunda belə bir aritmiya var imiş. Heç bir simptomatika vermədən irsi ötürülərək həyatı boyu ondan yaşaya bilir və bəzən insanın həyatının sonlanmasına elə bu aritmiyalar səbəb olur. İrsi ötürülən aritmiyalar. Əgər irsi faktor varsa, ailədə, atada, babada, əmidə hər hansı bir aritmiya növü aşkarlanmışsa, bu insanlar risk qrupudur. Biz onları yoxlamalıyıq, mütəmadi müayinələrdən keçməlidirlər. Əgər şikayətləri varsa, EKG-dən əlavə Holter müayinədə olunmalıdır və bu irsi uzun QT sindromu dediyimiz, Wolff-Parkinson-White sindromu dediyimiz aritmiyalar birbaşa VPV sindromu birbaşa ablasiyaya göstərişdir. Yəni bu insanın heç bir şikayəti olmayıb. Təsadüfi bu aritmiya bunda aşkarlanıb. Həmin anda bunun üçün tədbirlər görüb o əlavə ocaq yaradan mərkəzi yandırmaq lazımdır ki, bu aritmiya həyatı boyu ona zərər verməsin. Və bu sindromlarla olan pasientlər təhlükəli işlərdə işləyə bilməz. Gəmi sürə bilməz, təyyarə sürə bilməz, onlar hərbi xidmətdən kənarlaşdırılır. Yəni irsi faktorundan ötürülən aritmiyalar çox olmasa da ehtiyat olunacaq aritmiyalardır. Mən bir daha xatırladıram, WhatsApp nömrəmizi 055 93 490 93. Yazın suallarınızı, sizi nə maraqlandırır ürəyin ritm pozğunluqları barəsində. İstəyirəm ki, yavaş-yavaş diaqnostik suallara keçid alaq. Çünki bilirəm ki, aritmiyanın diaqnozunun qoyulması üçün adını çəkdiyiniz EKG çox vacibdir. Bir də Holter müayinəsinin adını çəkdiniz. EKG nədir, onu deyə bilərsiniz? Holter müayinəsi nə zaman artıq tələb olunur, onu deyə bilərsiniz? Buyurun. Ümumiyyətlə elektrokardioqramma ilk kardioloji müayinələrdə istifadə olunan ilk sadə, ağrısız, daha zərərsiz müayinə metodudur. Yəni pasient həkimə müraciət edəndə anamnestik və fizioloji müayinədən sonra biz onu mütləq instrumental EKG müayinədən keçiririk. Elektrokardial EKG müayinə ümumiyyətlə aritmiyaların diaqnostikasında 90%
diaqnozu qoyur. Yəni o əgər kardioqramma çəkilən o 30 saniyə, 60 saniyə ərzində gözdən qaçan bir ritm olursa, biz bunu Holter müayinə ilə dəqiqləşdiririk. Yəni gözdən qaçan ritm necə? Pasiyent gəlib EKG-sini çəkmişik. EKG ümumiyyətlə ürəyin xəritəsidir demək olar da. O xəritə bizə istiqamət verir. Həkimə hansı yöndə addım atmağa imkan verir. Əgər biz burada heç bir aritmiya görmürüksə və pasiyentin özünün şikayəti varsa ki, mən bu aritmiyaları gecə hiss eləyirəm, ürək döyüntüm artır, ürəyimdə bir boşluq hiss eləyirəm, sıxıntı hiss eləyirəm, çarpıntı hiss eləyirəm, onda biz bu pasiyentin şikayətinə əsaslanaraq kardioqrammada görməsək belə biz bunu Holter müayinədən keçiririk. Holter müayinədə kardioqrammadan daha bir üst müayinədir. Bu 24 saat, 48 saat və yaxud 72 saat ərzində ürəyə elektrodlar döş qəfəsinə elektrodları yapışdırırıq. Xəstəni göndəririk. Bu xəstənin heç bir həyat fəaliyyətinə mane olmur. Pasiyent həyatını olduğu şəkildə davam elətdirir və o sutka ərzində gecə yuxuda, hərəkət edərkən, qidalanarkən bunun həyatının o 24 saat ərzində elədiyi bütün fəaliyyətləri müddətində onun elektrokardioqramması çəkilir və pasiyent sorğulanır. Günün hansı hissəsində daha narahat oldun? Əvvəldən tapşırılır ki, bu saatları qeyd elə. O saatlar açılır, daha incələnir orada. Yəni Holter müayinənin nəticəsi. Birdən həmin gün yox, Könül xanım. 24 saat ərzində heç bir belə deyək də stres yaşamadı və yaxud da ki, onu nəsə narahat edən məqamlar olmadı. Çox stabil keçdi həyatı günü. Amma növbəti gün oldu məsələn. Amma siz də 24 saat məsələn Holter müayinəsi uzadırıq. Olur. Bəli, 72 saata qədər biz Holter müayinəsini elədiyimiz vaxt oldu. Üzərində amma gəzdirməyi olmalıdır. Üzərində gəzdirir, hə. Üzərində gəzdirir ki, biz onun həyat fəaliyyəti əsnasında onu dəqiqləşdirə bilək. Yəni üzərində bir gün ərzində gəzdirməlidir, yoxsa bir gün ərzində gəzdirir. Əgər biz o bir günün izlənməsində biz bir problem aşkarlamırıqsa, amma xəstə yenə şikayəti davam eləyirsə, onda o müddətini uzadaraq daha dəqiq informasiya əldə etməyə çalışırıq. Ev şəraitində biz öz ürək ritmimizi yoxlaya bilərik. Necə necə? Ümumiyyətlə indiki dövrdə o smart saatlarla, fitness qolbağlarla, bilərziklərlə belə deyək, düzgün informasiya verir onlar. Ən azından bizə istiqamət verir. Yəni orada ritm düzənsizliyi olanda o xəbərdarlığın ötürülməsi bizdə bir şübhə yarada bilər ki, bu xəstəyə daha ciddi yanaşaq, bu pasiyentə daha doğrusu daha ciddi, daha məsuliyyətli yanaşaq. Yəni ən sadə üsul ev şəraitində şahadət və göstərici barmaqlarımızı o biri əlimizin üstündə mil arteriyasına qoyuruq. Yəni bu köhnə sağ, sol fərq var? Fərq etməz ki, necə rahatdır elə. Yəni mil arteriyasından 30 saniyə ərzində nəbzimizə baxırıq. Əvvəl döyüntünü hiss eləyəndən sonra biz saatda izləməliyik. 30 saniyə ərzində hesablayıb 2-yə vururuq ya da tam 60 saniyə ərzində nəbzimizi nəzarətdə saxlaya bilərik. Onda diqqət eləməliyik, ürək döyüntüləri arasında nizamlılıq varmı, ara sıra o nizamlılıq pozulurmu? Yəni ən sadə şəkildə belə ölçə bilərik. Sonra bu dediyimiz kimi fitness nizamlılıq varmı dedikdə üzr istəyirəm. Yəni dəqiqədə neçə dəfə vurmalıdır? Dəqiqədə 60-100 intervalında vurmalıdır və o ürək döyüntüləri arasındakı nizamlılıq olmalıdır. Yəni tup belə getməlidir. Tup sürətli yox. Bəli, həm sürəti, həm aralığına diqqət eləmək lazımdır. Yəni bu əgər çətin olarsa pasiyentlərə mütləq ki bir kardioqramma EKG çəkilməyi məsləhətdir. Biz bir də pasiyentlərə nə məsləhət görürük? Əgər bu aritmiya şikayətləri varsa, məsələn, küçədə gedir narahatdır, o hiss eləyir, ürək nizamsızlığını hiss eləyir, döyüntünü, çarpıntını hiss eləyir, bəli. Biz həmin anda çəkilən EKG daha informativ olur bizə. Mən məsələn pasiyentlərə deyirəm, yolda getdin, narahatçılığın oldu, ən yaxın bir acilə yaxınlaş, ən yaxın bir təcili yardım məntəqəsinə yaxınlaş, bir kardioqrammanı həmin anda çəkdir ki, bizim üçün daha dolğun informasiya alaq. Sakit vəziyyətdə pasiyent gəlir, heç bir narahatçılıq yox. Gedir nəsə biraz fiziki gərginlik keçirir, deyir doktor yenə başladı narahatçılığım. Yəni bu müayinələr əsasən o Holter müayinəsi, EKG müayinəsi belə problemlər. Amma bildiyim qədərinə yenə də müayinələrdə siz süni şəkildə də olsa o yerimə üsulu ilə ürəyə yük verərək də təyin edə bilirsiniz. Bəli.
Təşəkkür edirəm Könül xanım. Və baxırıq suallara, görək mesajlar hansı yöndə yazılıb, ürəklə bağlı hansı sualları ünvanlayıblar bizim dinləyicilərimiz. Aha, yaxşı sualdır. Salamlayıram sizi və soruşmaq istəyərdim. Hamiləlik zamanı aritmiya əgər varsa bu təhlükəlidirmi? Kim yazır? 2598. Aha. Demək, ümumiyyətlə hamilə pasientlərə aritmiyası olanda xüsusi ehtiyatla davranmaq lazımdır. Məsələ necədir? Bir ürək iki vücudun yükünü daşıyır. Hamilə ananın ürəyi və hormonal dəyişikliklərə bağlı olaraq hamiləlik dövründə olan hormonal dəyişikliklərə bağlı olaraq orqanizmdə qanın həcmi də arta bilir, hormonlar da düzənsiz olaraq ürək döyüntüsünü sürətləndirə, artıra bilir. Yəni ürək gücləndirilmiş rejimdə işləyir, belə deyək. Və orada o gücləndirilmiş rejimdə işləməsi hesabına bəzi aritmiyalar yarana bilər. Adətən hamilələrdə qan azlığında da biz aritmiyalar görürük. Qan azlığı özü də ayrıca aritmiyalara səbəb olan bir vəziyyətdir. Belə olan təqdirdə biz əgər yoxlayırıq kardioqram müayinəsində, əgər təhlükəli aritmiyalar yoxdursa, biz hamiləyə bacardığımız qədər dərman verməkdən çəkinirik. Yəni həm dölə zərər verməsin, həm hamiləlik sonuna qədər yarımçıq sonlanmasın deyə hamilələrə. Amma əgər biraz həyati təhlükə yarada biləcək, dölün yarımçıq sonlanmasına səbəb yarada biləcək aritmiyalar olursa, yaxud inkişafdan qalmasına, yaxud inkişaf qüsuru ilə doğulmasına səbəb olan aritmiyalar olursa, biz elə olan təqdirdə mama ginekoloq və kardioloqun məsləhəti ilə anaya antiaritmik dərmanlar təyin edə bilirik. Və burada əsas rol nə oynayır? Ananın hamiləlikdən əvvəlki dönəmində ürək xəstəliyi olub-olmayıb. Əgər anada hansısa bir ürək xəstəliyi aşkarlanıbsa, hamiləlikdən əvvəlki dönəmdə o bizim üçün daha diqqət olunacaq məqamdır. Digər dinləyicimizin də sualı var sizə Könül xanım. Uşaqlarda soruşur, aritmiya necə aşkarlanır? Uşaqlarımız, ümumiyyətlə uşaqlarımızın ürək döyüntüləri bizimkilərdən çox olur. Yeni doğulmuşlarda ürək döyüntüləri 100-160 intervalında irradiasiya eləyir. Uşaq böyüdükcə ürək döyüntülərinin sayı azalmağa başlayır. Siz bayaq dediyiniz kimi, hansısa uşağı qucaqlayanda ürək çırpıntılarını adam öz sinəsində hiss eləyə bilir. Bəzən valideynlər narahat olurlar. Deyirlər, görəsən hamı da belədir. Demək, belə olan təqdirdə biz xüsusi bir pediatrik kardioloji cədvəlimiz var. Hansı yaş həddində ürək döyüntüləri nə qədər olması normaldır. Uşaq artıq 13 yaşına çatanda uşağın ürək döyüntüləri yetkin insan ürək döyüntülərinə bərabərləşir. Yəni 60-100 intervalında sabitlənmiş olur, belə deyək. Əgər uşaq özü hərəkət zamanı, gərginlik zamanı, əgər uşaq özü narahatçılıq hiss eləyirsə, sinədə sıxıntı hiss eləyirsə, göyərməsi olursa, bayılmaları olursa, belə uşaqları pediatrik kardioloqla mütləq məsləhət eləmək lazımdır. Amma adi uşağımızı qucaqlayanda ürək döyüntüsünü hiss etdiyimiz ritm pozğunluğu deyil, o onun normal fizioloji halıdır. Baxaq suallara. WhatsApp nömrəmiz 055 93 490 93-dür. Siz də yaza bilərsiniz bu dinləyicilərimiz kimi suallarınızı kardioloqumuza Könül xanım Səfərovaya 2257. Aritmiyası olan xəstələrə illərdir kofe qadağan edilirdi. Lakin son elmi tədqiqatlar, sual yəni bu cür yazılıb. Son elmi tədqiqatlar məsələn, müntəzəm və normada kofe içənlərdə ritm pozulma riski bəzən daha az olurdu və son tədqiqatlar göstərir ki, bu biraz artıb. Bu haqqda nə deyə bilərsiniz? Yəni dediyimiz kimi gündəlik o 400 mq kofe həddini aşmamaqla kofe içmək biz uyğun görürük. Çünki sinir sistemini stimullaşdırır, orqanizmi daha gümrah edir. Amma limiti aşdıqda, o gündəlik sutkalıq 400 mq aşdıqda yenə də fərdi yanaşırıq. İnsandan asılıdır, insanın həssaslığından və kofein miqdarından asılıdır deyirik. Ürək köçürülmüş pasientlərdə ritmin tamamilə fərqli işlədiyi deyilir. Mən bilmək istəyərdim ki, bu həqiqətən belədir, yoxsa necə? 0064 soruşur bunu. Ümumiyyətlə, ürək köçürülməsi çox mürəkkəb bir prosesdir. Orada bütün çox şükür ki, nəhayət ki, bizdə də bunlar tətbiq olundu. Dəyərli professorlarımız artıq bir neçə nəfərə ürək köçürülməsi elədi. Yəni biz ümumiyyətlə Azərbaycanda kardioloji sahədə elə bir
problem yoxdur ki, Azərbaycanda çözülməmiş qalsın. Son hədd o transplantasiyada artıq bizdə tətbiq olundu. Biz belə alnı açıq deyə bilərik ki, bütün kardioloji problemlər Azərbaycanda çözülür. Demək, orada ümumiyyətlə onlar çox incə işlərlə məşğuldurlar, ürək köçürülməsi ilə məşğul olan həkimlərimiz, professorlarımız. Orada yəni hər damar hər damara, hər sinirə o qədər incə işlənilir ki, yəni ritm pozuntuları düzdür. Hər bir əməliyyatın riski var. Ablasiya müayinəsində, ablasiya əməliyyatında da təkrarı o ritm düzənsizliyinin geri qayıtma ehtimalı var. Yəni başqa bir risklər kimi, ağırlaşmalar kimi ritm pozuntularda ola bilər ürək köçürülməsində. Yəni bu danılmazdır. Yəni fərq hiss oluna bilər. Bəli, amma mütləq ki olacaq deyə biləcəyimiz bir şey deyil. Biraz istəyirəm ki, müalicə haqqında qısa bir məlumat çatdıraq dinləyicilərimizə. Ümumiyyətlə, yəni aritmiyanın müalicəsi mümkündürmü? Hər aritmiya sırf məsələn dərmanla müalicə olunacaq, yoxsa burada başqa üsullara da müraciət edirsiniz? Yəni dərman kifayət etmir məsələn müalicədə, yetərli sayılmır. Ümumiyyətlə bizdə 2009-cu ildən bu aritmiyaların o mürəkkəb proseduru olan ablasiyalarda icra olunur və çox gözəl nəticələr olur. Ümumiyyətlə aritmiyaların növündən, insanın yaşından və bəzi digər risk faktorlarından asılı olaraq müalicəsi var. Heç bir həyati təhlükə törətməyən adi, sadə aritmiyalar bəzən həyat tərzi dəyişikliyi ilə düzənə qoyula bilir. Bəzən elə olur ki, biz dərmansız ötüşə bilmirik. Hansısa antiaritmik dərmanı mütləq pasiyentə veririk və bəzən uzun müddətli antiaritmik dərman içən pasiyentlərdə bu dərmanlar qaraciyərə, böyrəyə toxuna bilər deyə və gənc adamdasa biz onu ablasiyaya uyğun görürük. Yəni orada daimi hədəflənmiş ocağı yandırırıq ki, bu artıq dərman təchizatından kənarlanmış olsun. Yəni heç bir dərmanı qəbul etmədən həyatını rahat yaşasın. Hər aritmiya dərmanla müalicə olunmur. Bəzi aritmiyalar nəzarətdə saxlanılır. Bəzi aritmiyalar dərmanla müalicə olunur, yəni növündən asılı olaraq. Bəzi aritmiyalar ablasiya dediyimiz o proseduru keçir və bəzi aritmiyalarda hətta ürək döyüntüsünün aşağı olduğu blokadalarda kardiostimulyator deyilən ürək cihazları qoyulur pasiyentlərə ki, bu da ürək döyüntüləri həddən aşağı düşəndə aparat xəbərdarlıq olunur, aparat özü xəbərdarlıq alır və ürək döyüntülərini müəyyən həddə qədər artırıb insan həyatını xilas edir. Yəni hər aritmiya dərmanla müalicə olunacaq deyə bir fikrimiz yoxdur. Aritmiyanın növündən, insanın yaşından, risk faktorlarından, yanaşı xəstəliklərin olub-olmasından asılı olaraq biz orada fərdi seçim edirik. Növbəti saata yavaş-yavaş birazdan keçid alacağıq, amma yenə də Könül xanım xatırladaq ki, o biri saatımızda da biz təbii ki sizə çox o suallarla müraciət eləyəcəyik. Çünki bu elə bir mövzudur ki, ürəyin ritm pozğunluğu olsun, ürəklə bağlı mövzu olsun, bitib tükənmir burada suallar. Vaxt bəzən imkan vermir ki, biz davam etdirək. Amma həqiqətən də həm aparıcılar tərəfindən, həm də dinləyicilər tərəfindən həkimlərə, bəzən qonaqlara doğrudan da suallar çox olur. İndi də sual-cavab şəklində bir çarxımız səslənəcək. Mən istəyirəm onu təqdim edim və ardıcı da sağlam xəbərə bizim dinləyicilərimiz qulaq asacaqlar. Bir daha xatırladıram, biz bugün ürəyin ritm pozğunluqlarından danışırıq. Nə olur ümumiyyətlə adətən ritm pozulanda, hansı əlamətlər, hansı siqnallar olur, simptomlar yaşanır, hansıları daha təhlükəlidir və ümumiyyətlə biz fərqindəyimi bu əlamətlərin ki, bu ciddi bir xəstəliyin xəbərçisidir və müasir təbii ki təbabət, müasir tibb bu problemin qarşısını nə dərəcədə ala bilir? Kardioloqlarımız bəli son illərdə çoxlu nailiyyətlər əldə ediblər. Könül xanım, mən xüsusi onu da vurğulamaq istəyirəm ki, səhv etmirəmsə heç bir il olmaz, yəni keçən il olardı, ya bəlkə də heç bir il tamam olmayıb ki, ürək köçürülməsi, yəni əməliyyatı baş verdi. Həqiqətən çox uğurla da icra olundu. Bu çox mühüm bir hadisə idi Azərbaycan səhiyyəsində. Bu yeni bir bizim üçün bir cığır idi, bir yol idi. Mən elə gəlir ki, bundan sonra inşallah başqa orqanlarda da köçürülmə alınar. İnşallah ki, icrasını biz də izləyərik. Yəni bizim də məlumatımız olur. Zaten olunurdu. Qaraciyər köçürülürdü, böyrək köçürülürdü. Ən çətin mürəkkəb, köçürülməyən Azərbaycanda qalan ürəkdir, onu da həll edərlər. Bəli. Ona görə alqışlar həqiqətən də səhiyyəmizə təşəkkür edirik. Bu uğurun da öhdəsindən də doğrudan da bu bəli. Təşəkkür edirik bir daha və səsləndiririk sual-cavab şəklində olan çarxımızı. Və Könül Səfərovaya suallarınızı gözləyirəm. Siz nəyə öyrənmək istəyirsiniz? Ürəyin ritm pozğunluqları barəsində. Bunun
üçün nə edirsiniz? Yazırsınız suallarınızı 055 93 490 93-ə. İkinci saatdayıq. Dostlar, axşamınız xeyirli olsun. Bugün iyun ayının 9-udur, həftənin çərşənbə axşamıdır və həftənin ikinci gündə adlandırırıq və bugün ürəyimizdən danışırıq. Ürəyin ritm pozğunluqlarından danışırıq. Niyə ürəyimiz bizi incidir? Bu ritmlər sürətlənəndə və yaxud da çox zəif döyünəndə niyə biz təlaşa düşürük? Həqiqətənmi təlaşa ehtiyac var? Narahatlığa ehtiyac var? Biz ümumiyyətlə müayinələrə tez-tez mi gedirik? Axı mənə elə gəlir ki, biraz nümunəvi olan dinləyicilərimiz azdır. Elə deyilmi Könül xanım? Elədir. Sadəcə mən profilaktika üçün gəlmişəm. Bir müayinədən məni keçirəsiz. Bu sözü görürük. çox Az təəssüf. görürük, bəli. Bizim bu həyat tərzimiz, sürətli həyat tərzimiz, iş, güc, qayğılarımız bəzən bizi sağlamlığımızla məşğul olmaqdan uzaq tutur. Bəli. Çox təəssüf, çox təəssüf. İtirəndə sağlamlığımızı onda biz başlayırıq, Bəli. necə deyirlər, düşünməyə, narahat olmağa. Halbuki bəli. onu elə sağ ikən, belə deyək də, xəstələnməmiş düşünmək bəli. lazımdır bu barədə və onun qayğısına qalmaq lazımdır. İkinci Çox təəssüf saatda ki, biz o kaşkilərlə həkim olaraq çox rastlaşırıq. Kaş ki vaxtında gedərdim, Bəli. kaş ki vaxtında müayinə olunardım, gecikməzdim, ertələməzdim. Belə şeylər biz həkim olaraq çox görürük. Bir də Könül xanım deyirlər ki, məsələn, ürəyin ritm pozuntusu uşaqlarda əgər varsa, o anadan gəlmə artıq olur. Yəni qadının hamiləlik dövründə keçirdiyi hər hansı bir, bilmirəm, xəstəliklə mi bağlı olur, yoxsa necə? Və bu artıq doğularkən də uşağa ötürülür. Valideyn var ki, bunu biraz gec bilir. Məsələn, uşaq gəlib çatıb 5-6 yaşına, dediyim kimi təsadüfən kimsə uşağı qucaqlayanda deyib ki, məsələn, mən belə bir tanış tanıyıram. Məsələn, deyib ki, bu nəsə ritmlər çox döyünür. Qaçır başqa uşaqlar, o gedir, qaçır, biraz dayanır, yorulur. Bəli, bəzən hamiləlikdə keçirilən infeksiyalar uşağın anadan gəlmə ürək qüsurlarına səbəb ola bilir. Bəli. Bu bəzi ürək qüsurları var ki, müəyyən yaş həddinə qədər öz-özünə keçib gedə bilir. Biz bunları ancaq nəzarətdə saxlayırıq. Amma bəzi daha təhlükəli ürək qüsurları var ki, bunlar ritm pozğunluğu sayılmaz. Ürəyin funksional struktur dəyişikliyi sayılır. Onları biz müəyyən müddətdən sonra, nəzarətdən sonra əməliyyatla bərpa etmək mümkün olur. Kardioloq Könül Səfərovadır. Siz suallarınızı 055 93 490 93 WhatsApp nömrəsində yaza bilərsiniz. Bu arada Könül xanım, deməli biz araşdırarkən bu nəyə görə ürək ritmləri pozulur, pozuntular ən çox hansı faktorlarla bağlıdır? Bayılma və baş gicəllənməsinin də adını çəkdik. Doğrudurmu? Bəli, bəli. Tez-tez mi bu olur? Bu əlamətlər müşahidə olunur həmin insanlarda? Yoxsa bu aritmiyanın növünə bağlıdır? Demək, ümumiyyətlə bayılma, baş gicəllənmə, sinkop deyirik bəzən biz buna, tək ürəyə bağlı şikayətlər deyil. Ürəyin ritm pozğunluqlarında görülə bilən şikayətlərdir. Ürəyin bəzi ritm pozğunluqları var ki, orada ürək nizamlı döyünmədiyinə görə, sürətli döyündüyünə ya da çox həddən artıq zəif döyündüyünə görə ürək qanı pompalaya bilmir. Yəni qan dövranı pozulmuş olur. Qan dövranı pozulması hesabına beyinə oksigen iletişimi az olur. Beyin oksigensiz qalır və təzyiq düşüşləri, bayılmalar, sinkoplar görülə bilir. Amma bayılma və baş gicəllənmə tək ürək xəstəliklərində görülə bilən simptomatika deyil. Ritm pozğunluqlarında görülə bilər. Bu da yenə aritmiyanın növündən asılıdır. Dediyimiz kimi, ya çox sürətli, ya çox yavaş döyünən ürəklərdə bayılma, baş gicəllənmə görülür. Müalicədən davam edək danışmaqda. Çünki ablasiya haqqında danışdıq. Çox az məlumat verdik. Ablasiya nədir? Biraz istəyirəm ki, bu üsulu barəsində məlumat verəsiniz. Kimlərə tətbiq olunur? Ablasiya demək olar ki, Azərbaycan kardiologiyasının nailiyyətlərindəndir. Həqiqətən bir neçə il bundan əvvələ qədər paroksizmal taxikardiyası, biz buna SVT-lər də deyirik, VPV sindromlu pasientlər anidən həyatını itirə bilirdi. Biz indi hal-hazırdakı durumda onları ortaya qoyacaq və müalicə eləyəcək metodların hər birindən istifadə olunur. Demək, ablasiya ümumiyyətlə girişimsəl invaziv müayinə metodudur. Müalicə metodudur. Burada məsələ nədən ibarətdir? Bud arteriyasından girilir. Ürəkdə bildiyimiz kimi ürəyin özünün sinir sistemi var, elektrik ötürücü, keçirici sistemi var. Bunlarda bəzən
anadan gəlmə əlavə yollar olur ya da əlavə bir ritm daşıyıcısı özünü göstərir ki, bunun hesabına ürəyin döyüntüsü artır və yaxud azalır. Belə olan təqdirdə onu ablasiya dediyimiz metodla, bu girişimsəl metodla biz bir dəfəlik hədəfləyərək, mərkəzi hədəfləyərək aradan qaldıra bilirik. Ümumiyyətlə ürək hüceyrələri 45-50 dərəcədə məhv olmaq qabiliyyətinə malikdir. Yəni bu radiofrekans termal enerji yaradılır. Bu ürəyə açıq əməliyyat etmədən girişimsəl metodla gedən o xırda tellərlə, belə deyək, naqillərlə termal enerji yaradılır və bu ürək hüceyrəsi 45-50 dərəcədə məhv olduğunu nəzərə alaraq 1 dəqiqə ərzində, bunu bizim aritmoloqlar 1 dəqiqə ərzində 60 dərəcəyə qədər o istiliyi qaldırır və o əlavə ocaq yaradan mənbəyi hədəfləyərək yandırır və yaxud krioterapiya deyilir, dondurur. Və bu prosedurdan sonra, bu ablasiya prosedurundan sonra ümumiyyətlə xəstənin şikayətləri tam keçmiş olur. Yəni bu ömürlük bir dəfəlik müalicə metodu hesab olunur. Ən çox nə vaxt istifadə olunur? Uzun müddətli dərman qəbul edib bu dərman effektsiz olanda, yəni doğru seçilməsinə baxmayaraq təsir eləmədikdə, pasientə təsir eləməkdə və elə aritmiya növləri var ki, onlar birbaşa ablasiyaya göstərişdir. Yəni biz bu aritmiyanı gördüksə mütləq ki, göndərik, get ablasiya olun. Yəni həyati təhlükəni aradan qaldırmaq məqsədi ilə ilk seçim metodumuz o olur. Demək, son zamanlar bizdə qulaqçıqların fibrilyasiyası zamanında ablasiya metodu icra olunur ki, bu məsələ nədən ibarətdir? Demək, qulaqçıqların ürəyimiz üst və alt kameralardan, qulaqçıqlardan və mədəciklərdən ibarətdir. Bu səyrici aritmiya dediyimiz xəstəlik, qulaqçıqların fibrilyasiyası əsrimizin pandemiyasıdır demək olar. Çünki 50 yaş üzəri insanlarımızın çoxunda artıq görülməkdədir. Ürəyin nizamsız döyüntüləri siyahısına aiddir və burada ürək sanki döyünmür, titrəyir və ürək titrədikcə onun tərkibində qovmalı olduğu qan laxtalanaraq laxta şəklində ürəyin içində çökür qalır və bu ani bir vəziyyətdə beyinə tromb ataraq, damarlara tromb ataraq insultə səbəb ola bilir və o insult təhlükəsi yaratdığına görə bu sərrici aritmiyanın müalicə ilə ya ablasiya ilə qarşısı mütləq alınır. Burada məsələ necədir? Yəni heç bir simptomatikası olmayan, ilk elə insultla üzə çıxan sərrici aritmiyalar da olur ki, yəni bu tromb atandan sonra adam bilib ki, bunun sərrici aritmiyası var imiş, tromb yaradan səbəb bu imiş və belə xəstələr həqiqətən o insultun ağır növlərində yatağa məhkum, yardıma möhtac xəstələr olur. Yəni bu metodlarla biz bunların hamısının erkən qarşısını ala bilirik. Kardiostimulyator bəs nə zaman lazım olur? Kardiostimulyator ürəyin ritminin çox yavaşladığı və ötürücü sisteminin, ürəyin o siqnalları ötürücü sisteminin zəifliyi vaxtı, yəni biz buna sinus düyününün zəifliyi sindromu və digər xəstəliklərdə kardiostimulyator qoyulur. Həyati təhlükəli bradikardiyalarda. Burada məqsəd nədir? Ürəyin özünün verə bilmədiyi, ürəyin yığılması üçün verə bilmədiyi elektrik siqnalın kiçik bir cihazdan alırıq. Yəni cihaz döş qəfəsinə implantasiya olunur, yerləşdirilir. O cihaz özü ürək döyüntüsü aşağı düşən kimi siqnal ötürür, ürəyə döyün əmrini verir və ürəyin sağlam qalmağına səbəb olur. Baxaq suallara. Mesajlar var. 055 93 490 93-ə gəlib biz də elə onlara dinləyicilərimizə sual vermişik ki, siz nəyi öyrənmək istəyirsiniz ürəyin ritm pozğunluqları barəsində? 71-27-də sizin mesajınızı oxuyuram. Gənc və zahirən tam sağlam bir idmançıda qəfil ritm pozulması və ölüm riskini təkrarlayan və yaxud da ki, tətikləyən gizli faktorlar nə ola bilər? Genetik irsən ötürülən ritm düzənsizlikləri ola bilər. Yəni elə ritm pozğunluqları var ki, o özünü ilk olaraq insan həyatı bitirməklə göstərir. Yəni heç bir simptom, əlamət olmur. İnsan həyatını itirəndən sonra bilinir ki, bu səbəbdən olubmuş. Yəni bəzən olur elə genetik ötürülən həyatı boyu hiss eləmədiyimiz, yəni erkən müayinə həqiqətən həyat qurtarıcıdır. O insan nə vaxtsa müayinə olunmuş olsaydı profilaktik. Yəni son zamanlar ümumiyyətlə idmançıların
müayinələrinə çox üstünlük verilir. Ani ölümlərin qarşısının alınması üçün, bəzi onların istifadə etdiyi preparatlar ürəyi zədələdiyi üçün, yəni biz onları stres testi deyilən bir müayinədən keçirib tək elektrokardioqramma ilə yox, ürəyin yüklənmiş vəziyyətində çəkilən kardioqramma ilə yoxlayıb, daha sonra idmana əgər professionaldırsa icazə veririk, həvəskardırsa ya icazə veririk, ya məhdudlaşdırırıq belə. Əgər ritmində hər hansı bir pozuntu yaşanıbsa, yenə də idmanla məşğul olmağa icazə verirsiniz, yoxsa məsələn belə ümumilikdə götürəndə idman çox faydalıdır, amma belə insanlara yəqin ki, təhlükəli olur, yoxsa necə? Yenə də aritmiyanın növündən asılıdır. Məsələn, elə sadə təhlükə yaratmayan aritmiyalar var ki, biz ona deyirik get, idmanını da elə, aktiv həyatını da yaşa. Elə aritmiya növləri var ki, qulaqcıq səyirməsi kimi aritmiyalar. Biz ona üzgüçülükdür, futboldur, intensiv hərəkətləri məhdudlaşdırırıq. Hansı vərdişlərdən uzaq olmaq lazımdır? Nəinki həmin insanlara, biz ümumiyyətlə hər birimizə ki, biz bax bu ürəklə bağlı, bu ürəyin şıltaqlığı ilə bağlı bir problemlə qarşılaşmayaq. Hansı vərdişləri özümüzdən kənar atmalıyıq? Yəni bir dəfəlik onlardan uzaq olmalıyıq. Həmişə biz pasientlərə özümüzü öyrəşdirməliyik. Sağlam həyat tərzi, həftədə 150 dəqiqədən az olmayaraq intensiv hərəkət, siqaretdən, alkoqoldan imtina, sağlam qidalanma, yəni doymuş yağlardan, işlənmiş qidalardan, fast foodlardan uzaq durmaq. Yəni ayrı-ayrılıqda hər biri aritmiyanı tetikləyən, üzə çıxaran, daha təhlükəli aritmiyalara keçməsinə səbəb olan faktorlardır. Və əgər risk qrupundayıqsa, şəkərli diabetimiz, hormonal pozğunluqlar, zob problemləri varsa, şəkərli diabet, qan azlığı varsa, belə pasientlər risk qrupuna aiddir. Onlar daha diqqətli olmalıdır. Ağıllı saatlarla bağlı soruşur dinləyicimiz. Əslində bu sualı cavablandırdıq. Səhv etmirəmsə birinci saatda idi da. Dediniz ki, bəzən biz saatlarla tənzimləyə bilirik. Ürək ritmlərimiz nə qədər döyünür. Dinləyicimiz soruşur, ağıllı saatlar aritmiyanı aşkar edə bilərmi? Bəzi ağıllı saatların EKG-nin kiçik bir hissəsini çəkmə kimi funksiyası var. Onlar çəkilmiş hissə ilə bizə müəyyən istiqamət verə bilər. Yəni aritmiya bu həqiqətən aritmiyadırmı, hansısa növünə bənzərdirmi? Yəni onlar bizə dəqiq diaqnoz qoya bilməz, amma hansısa istiqamət verib diaqnozu dəqiqləşdirməyə, daha dərin müayinələrə yönləndirməyə kömək edə bilər. Belə. Bir daha xatırladıram, ürəyin ritm pozğunluqları barəsində danışırıq. Dərman müalicəsindən çox vaxt bu problemi həll etmək mümkün olur, amma təbii ki, dərmanlar kifayət etmədikdə, daha belə deyək də zəif bir nəticə verdikdə siz artıq başqa üsullara da müraciət edirsiniz və tam olaraq da sağaltmaq mümkündürmü? Bəli, bəli. Belə, yəni ümid verici. Aritmiyalardan tam can qurtarmaq mümkündür. Növündən və seçilən müalicə taktikasından asılı olaraq. Amma burada bir Könül xanımın xüsusi bir qeydi də oldu ki, bəzən qəbul olunan dərmanların özü də yan təsir verə bilir. Bəli. Bəzən aritmiya əleyhinə istifadə etdiyimiz dərmanlar özü başqa növ aritmiyaları yaratmaq xüsusiyyətinə malikdir. Yəni bu dərmanın əlavə təsiri olaraq bundan əlavə bəzi aritmiya əleyhinə dərmanlar qaraciyərimizə, böyrəyimizə zamanla istifadə etdikcə zərər verə bilər. Ona görə mütəmadi müayinələrlə dozanı tənzimləməyə, əgər ehtiyac varsa müalicəni başqa dərmanla əvəzləməyə yönləndirməliyik pasientləri. Bir də burada məsələ necədir? Ümumiyyətlə gün ərzində ürəyimiz 100.000 dəfə döyünür. Bu yəni normal, sağlam, sakit insana uyğundur. Bu idmançılarda biraz aşağı olur. Gün ərzində 80.000-ə qədər döyünə bilər. Gündəlik ürək döyüntüləri də idmançılarda aşağı olur. Yəni kompensator olaraq zamanla əslində biraz belə təzadlı fikir olur. İdman eləyirsənsə ürək döyüntün yüksək olmalıdır. Bəli. Amma zamanla professional idmançılarda bu ürək öz yükünü tənzimləmək üçün zamanla ürək döyüntülərini azaltmağa başlayır. Bu zaman narahat olsunlar, amma yox, ehtiyac olmasınlar. Yəni bilsinlər ki, bu nəyə bağlıdır da? Biz bəzən elektrokardioqrafik müayinədə görürük ürək döyüntüləri aşağıdır, pasienti sorğuluruq, idmanla məşğulsanmı? Yəni onda heç bir müdaxilə eləmirik. Demək normada o 100.000 ürək döyüntüsünün əgər Holter müayinədə 10.000-i aritmik olursa, 100.000-dən 10.000-i aritmik olursa, biz bu pasientləri ablasiyaya yönləndiririk. Yəni bilirik ki, hansısa dərmanı belə eləsək, o qədər effekt almayacaq. Say çoxdur. Amma öz başına da dərman qəbul etməyə yol verilməzdir. Yəni təhlükəli ola bilər. Belə hallarla qarşılaşırsınız, doktor tez-tez? Olur, bəzən olur. Tez-tez olmasa da olur. Bəzən
uyğun olmayan aritmiyaya kiminsə həkim məsləhəti olmadan başqasının dərmanını təyin edirlər. Ya bəzən biz ürək döyüntülərinin düşüşlərində bunu çox müşahidə edirik. Xüsusi qrup dərmanlar var ki, ürək döyüntülərini tənzimləmək üçün, yəni sayını azaltmaq üçün istifadə edirik biz bunu. Pasiyent o dərmanları təzyiq dərmanı olaraq içir. Yəni o bilmədən təzyiqinə o qədər təsir eləmir, amma ürək döyüntülərini çox aşağı salır. Yəni belə olan təqdirdə biz müalicəni mütləq ki dəyişirik. Amma əlbəttə ki, siz müayinəyə cəlb edərkən hər hansı bir xəstəni, pasiyenti mütləq şəkildə ondan əvvəlki içdiyi dərmanları reseptini tələb edirsiniz. Yəni ki, nəzarət eləyəsiniz ki, nə içilib indiyənə qədər. Bir də onu soruşum sizdən, Könül xanım. Nəzarət edə bilirsinizmi ki, bu insan məsələn qəbul edirmi sizin yazdığınız dərmanları və yaxud bəzən olur qəbul edirsən dərmanları, yazdığım dərmanları içirsən, bəzən olur ki, həkimi də aldadırlar. Olur. Ümumiyyətlə riayətkarlıq insanın xislətindən asılıdır. Mən belə düşünürəm. Yəni məsuliyyətli insandırsa, tuta bilirsinizmi o məqamları? Bəli. Məsuliyyətli insandırsa o riayətkarlığı daha düzgün, dürüst, istiqamətli olur. Bəzən əslində özünə ziyan vurur, içmirsə. Eynən. Bəzən o pasiyentləri biz dərman rezistentliyi olan, riayətkarlığı aşağı olan pasiyentləri biz dərman müalicəsi ilə aparmırıq. Yəni yönləndiririk o dediyim bir dəfəlik ablasiya üsuluna ki, bu onsuz da dərman içən deyil, özünə zərər verməsin, ablasiya olsun, canı qutarsın. Yeri gəlmişkən daha sonra artıq dərman təyin etmirsiniz. Ehtiyac olmur. Bəli. Bu da var. Aydındır. Belə, birazdan digər suallarımız da olacaq sizə Könül xanım. Mən istəyirəm ki, bu arada WhatsApp nömrəmizi bir daha yada salaq. 055 93 490 93. Yazırsınız suallarınızı. Sizi əgər narahat edirsə, ürəyin ritm pozğunluqlara bağlı məqamlar ola bilər, hər hansı bir ürək ritminizdə dəyişiklik İndi bizim söhbətimizdən sonra biraz da sizi təlaşa gətirib çıxartsın, narahatlıq sizdə yaransın. Bir axşam vaxtıdır, nə bilim düşünə bilirsiniz, stresə düşə bilərsiniz yeri gəlmişkən. Yəni biz sadəcə aydınlıq gətirmək üçün biz söhbət edirik, biraz da maarifləndiririk ki, məlumatınız olsun. Ürəyin ritm pozğunluqları olanda hansı hallar baş verir, nə gətirib çıxarır bu pozğunluqlara. Məsələn, biraz əvvəl stresslə bağlı danışdıq, düzdür? İndi insanlarda belə bir sual yarana bilər ki, yaxşı, həkim, mən radio qulaq asırdım, həkim dedi ki, stres birbaşa aritmiya yaradır. Deməli, mən stressdən uzaq olmalıyam. İndi mən Könül xanım sizdən soruşum, stresi azaltsalar, aritmiyadan yaxa qurtara bilərlər? Bəli. Stres fonunda yaranan aritmiyalar, dayanıqlı stres olursa əgər, uzun müddətli stresə məruz qalan insan stres yaradacaq səbəbi aradan qaldıranda ürək ritmində düzənləmə olur. Sağlam xəbərə qulaq asacaqsınız dostlar. Sonra söhbətimizi davam etdirəcəyik kardioloqumuz Könül Səfərova ilə. Sağlam olmaq çətin deyil. Sağlam həyat. Sağlam həyat. Dəyərli vaxtınızı dəyərli olana ayırın. Sağlam həyat. Ürəyimizdən danışırıq, hansı ki gecə-gündüz işləyir, bizim üçün çalışır, həyatımıza ahəng qatır. Amma bu ritm qəfil dəyişəndə bizim əhvalımız da dəyişir, bəzən sürətlənəndə müəyyən bir halımızda da dəyişiklik olur, bayılmalar, baş gicələnmələr də ola bilir və hətta ləngiyəndə belə problem bizə yarada bilir. Ona görə bəzən biz bunu yorğunluğa da yozuruq, stresə də bağlayırıq. Ona görə bu siqnalları deyərdim ki, tanımağın zamanıdır. Hər dəfə proqramlarımızda kardioloq olanda nəsə öyrənirik, yeni nəsə öyrənirik. Bugün də Könül xanım Səfərovanın sayəsində çox məlumatlar əldə etdik. Amma proqramımız davam edir. Sizin də suallarınızı oxuyacağım birazdan. Mesaj şəklində yazmısınız 055 93 490 93. Könül xanım, düşünək ki, ritm pozğunluğu artıq var. Müalicə də bu adam etməyib. Gecikibmi, ləngidibmi, müxtəlif səbəblər ola bilər. Bu insanı gələcəkdə infarkt riski gözləyə bilərmi? İnfarkt ola bilərmi belə sadə dillə soruşum? Çox maraqlı sualdır əslində. Biz ürəyimizi bir evimiz kimi düşünsək, ürəyimizin kameraları, otaqlarımız, ürəyin kameralar arasındakı çəpərləri, divarlar, ürək qapaqlarımızı qapılar kimi təsəvvür eləsək, bu evimizin bir elektrik və sulandırma sistemi də olmalıdır. Bizim damarlarımız... Ağıllı sistem, ağıllı ev. Ağıllı ev. Bu elektrik sistemi, ürəyin ritm sistemi bizim evimizin elektrik sisteminə uyğun olur. Damar sistemi evimizin su sisteminə, sulandırma sisteminə
sisteminə aid olur. Yəni bunlar bir-birindən ayrı, əlaqədə olmadan birləşməyərək işləyən sistemlərdir. Yəni ürəyin ritm sistemi tam başqadır. Qanlanma, qan təchizatı sistemi tam başqadır. Yəni damarlarımız birini icra eləyir, sinirlərimiz, keçirici yollar birinin funksiyasını həyata keçirir. Yəni əgər ritm pozğunluğu varsa, müalicə olunmursa, bu xəstəni infarkt etməz. Məsələ necədir? Demək, ürək döyüntülərimiz panik atak durumunda, ürəyin özünün ritm pozğunluqlarında anidən 200-ə qalxsa belə asan-asan infarkt olmarıq. Yəni bu təqdirdə biz bu dəqiqə infarkt olacağam, öləcəm deyib həyəcanlanmamalıyıq. Ritm müalicəsini alıb yolumuza davam eləməliyik. Yəni bunlar bir-birindən əlaqəli olmayan yollardır. Damar sistemi tam başqa, o ürəyin infarkt yaradacaq damarlarına aid olan damar sistemi başqa, ürəyin sinir elektrik sistemi tam başqa. Yəni olmaz ürək döyüntüləri, ritm düzənsizliyi pasiyenti infarkt eləməz. Amma burada bir amma da var ki, ürək ritmləri pozularkən də həm də bunu rahat-rahat qoymaq da olmaz. Ciddiyə almaq lazım. Sakit buraxmaq olmaz. Bəli, mütləq şəkildə. Nəzarətdə saxlamaq doğru. Mütləqdir. Biz yuxudan danışmadıq. Ümumiyyətlə ürək ritmlərinin pozulmasında bu və ya digər şəkildə yuxunun rolu varmı? Çox var. Yuxunun çox rolu var. Yuxu zamanı orqanizmimiz necə dincəlir, beynimiz dincəlir, ürəyimiz də istirahət rejiminə keçir. Ona görə normal yuxu rejimi bəzən o gecə növbəsində işləyən pasiyentlərdə aritmiya çoxluğu biz görürük də. O rejim düzənsizliyi hesabına, gecə yuxusunun normal almaması hesabına ritm pozğunluğu yarana bilir. Biz onu rejimin nizama salanda, gecə smenindən kənarlaşanda, gündüz işləyib gecəni normal yatanda aritmiyanın o həyat tərzi dəyişikliyi ilə düzəldiyini görürük. Yəni aritmiyaya meylli insanlar, aritmiyası olan insanlar ümumiyyətlə gecəni normal yuxu yatmalıdır. Eyni saatda yatıb, eyni saatda durmalıdır. Minimum 7-8 saat yuxu intervalı olmalıdır, yuxu müddəti olmalıdır və yuxu yatmazdan əvvəl sakit, rahat şərait yaratmalıdır, mavi işıqdan uzaq durmalıdır və gecənin 11-5 intervalı mütləq ki, yuxu yatılmalıdır. O zaman bizim orqanizmimizdə qaranlıqda, yuxuda sintez olunan o melatonin hormonu bəzən ürək ritmimizi, təzyiqimizi tənzimləmədə böyük rol oynayır. Yəni yuxu ilə aritmiyaların bəli, çox böyük əlaqəsi var. Normal yuxu yatılmalıdır. İnsult riski ilə aritmiya arasında əlaqə varmı? Birbaşa var. Birbaşa var. İnfarktı qeyd etdik, insultu unutmayaq. Bəli. İnsult xəstələrinin incələnməsində çox vaxt onların sərici aritmiya fonunda insult olduğu üzə çıxdığı aşkarlanır. Yəni ritm düzənsizliyi olur. Belə pasiyentlərə biz çox vaxt qandırolducu təyin edirik ki, ürək yavaş çalışa-çalışa özündə bizim ürəyin qulaqcığının xüsusi bir çıxıntılı hissəsi var. Ora biz apendiks deyirik. Ora tromb yığılma ehtimalı çox olur və o tromb beyinə, ürəyin öz damarlarına atıb bağlaya bilər. Yəni insult yaratma təhlükəsi ehtimalı çox olur. Ona görə də biz xəstələri bunlardan xilas etmək üçün xəstələrə mütəmadi o sərici aritmiyası olan xəstələrə insult təhlükəsinin qarşısını almaq üçün qandırolducular təyin edirik mütləq. Xüsusi müalicə metodu ilə bu insultdan qarşısını ala bilirik. Dinləyicimizin sualı var sizə, Könül xanım. Soruşur ki, yaşlılarda niyə ritm pozğunluğu elə bir ki daha çox olur? Bəli. Dinləyicimiz çox məlumatlı dinləyicidir. Gənclərimizdə az görülür ritm pozğunluqları, yaşlılarda onlara nisbətən daha çox görünür. Bu zamanla ürəyin əzələ gücünün və elektrik sisteminin, o impuls yaradan sistemin köhnəlməsi hesabına səbəb olur və yaşlılarda yanaşı xəstəliklər özü də aritmiya yaranma riskini artırır. Yəni şəkərli diabeti varsa, hipertenziyası varsa, digər endokrin problemləri varsa, hətta bəzən o elektrolit pozğunluqları, qanda kalium, maqnezium azlığı varsa ki, zamanla bunlar yaş üstünə yaş gəldikcə dəyişə bilir. Onlar özü də aritmiya yarada biləcək faktorlardır. Yəni yaş artdıqca aritmiyanın artma riski çoxalır. Mövzunu davam etdirəcək. Bir vacib xəbər var. Onu istəyirəm ki, paylaşaq dinləyicilərimizlə. Səhiyyə Nazirliyi ilə bağlıdır bu xəbərimiz. Deməli, Səhiyyə Naziri Teymur Musayev Yunanistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Papakonstantinu ilə görüş keçirib. Görüş zamanı tərəflər səhiyyə sisteminin inkişafı, tibbi təhsil, ixtisaslı kadr hazırlığı, rəqəmsal səhiyyə həlləri, eləcə də ictimai səhiyyə sahəsində
sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Nazir Teymur Musayev ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, əhalinin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması, səhiyyənin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və səhiyyə infrastrukturunun müasirləşdirilməsi barədə məlumat verib. Səfir göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Yunanistanın Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edib və o, iki ölkənin aidiyyatı qurumları arasında əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu vurğulayıb. Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə də davam edib. Bizim də efirimizdə hal-hazırda çox vacib bir mövzu var. Ürəyin ritm pozğunluqlarını müzakirəyə çıxarmışıq və bu barədə bizə kardioloqumuz Könül Səfərova məlumat verir və istəyərəm Könül xanımla ilə yeni müalicə üsulları haqqında da məlumat əldə edeyim. Varmı yeni müalicə üsulları bu istiqamətdə və yaxud ürəyin digər problemləri ilə bağlı, xəstəlikləri ilə bağlı? Ümumiyyətlə, ürək müalicəsində inkişaf çox sürətlidir. Köhnə metodlar zamanla aradan çıxır. Yeni, daha xəstəyə az zərər verəcək, az zaman tələb eləyəcək müalicə metodları önə çıxır. Burada biz bayaq danışdığımız ablasiyanın PFA metodu təzə müalicə metodlarından istifadə olunan bir üsuldur. O pulsed field ablation demək burada necədir məsələ? Əvvəl ablasiya olunan ürəkdə bəzi ətraf toxumalara zərər verilə bilirdi. Bu artıq aritmogen ocağı hədəfləyərək kənar toxumalara zərər vermədən sırf ora radiofrekans impulslarını ötürür və o impulslar sırf mənbəyi hədəfləyərək ürəyin ətraf toxumalarına zərər verməyərək bu proseduru icra eləyir. Bundan əlavə AI sistemli metodlar var ki, onlar çəkilmiş EKG-ni analiz edərək aritmiyanın növünü aydınlaşdırıb və müalicə taktikası istiqaməti verir. Yəni bu sistemlər də artıq günümüzün artıq reallığıdır. Bəli, reallığıdır bəzi. Yəni həkimin bəzi funksiyaların boynuna götürüb yükünü azaltmaqdır. Bəli. Əvəz edə bilməz. Sadəcə bir balaca kömək eləyir. Bəli, dəstək kimi. Aha, bəli. Əlbəttə, onların heç biri tam diaqnoz qoymur, onların heç biri tam müalicə etmir. Sadəcə pasiyentə yön verə bilər, həkimə fikrinin hansı yöndə fokuslanmasına istiqamət verə bilər. Salamlayıram həkiminizi. Ürək döyünürsə mütləq xəstəlikdir. Xeyr. Ürək sakit vəziyyətdə də döyünür. Sürətli döyünməsi nəzərdə tutulursa əgər, bu bizim fiziki hərəkət zamanı, emosional gərginlik zamanı, dediyimiz kimi bəzi içəcəkləri içdiyimiz zaman sürətli döyünə bilər. Amma əsas vacib məqam odur ki, o məsələlər aradan qalxandan sonra ürək əvvəlki ritmi ilə döyünməyə qayıtsın. Yəni hər ürək döyünməsi xəstəlik demək deyil. Amma yenə də istəyirəm yada salaq ki, məsələn, aritmiyası olan şəxs ilk olaraq nə etməlidir? Şübhə var və o ilk addımı necə atmalıdır, nə etməlidir? Əgər aritmiyanı hiss eləyirsə, sakit vəziyyətdə oturur, dinlənir, dərindən nəfəs alır. Ümumiyyətlə, ürəyin yükünü azaltmaq üçün ya oturulu, ya uzanılı vəziyyətə keçməlidir. Ürəyə gələn ürəyin yükünü azaltmaq məqsədi ilə. Əgər bu tədbirlərlə sakitləşmirsə, ötmürsə, bir də burada soyuq su metodu var. Soyuq su ilə əl üzünü yuyur, buz kimi suyu içir. O da bəzən ürək döyüntülərinin yavaşlamasına səbəb olur. Əgər bu özü edə biləcəyi tədbirlərlə bu önlənə bilmirsə, qarşısı alına bilmirsə, onda ya təcili yardıma müraciət eləməlidir, təcili yardım çağırmalıdır, ya da hansısa bir acil şöbəsinə kimsə onu aparmalıdır. Və pasiyent özü evdə təzyiqini, nəbzini ölçə bilirsə əvvəldən, yəni bununla da təyin eləyə bilər. Əgər bu şikayətlərə, bu narahatçılığa, hiss elədiyi ürək döyüntüsünə, ürəkdə sıxılma, təngi nəfəslik, göynəmə, yanğı kimi əlamətlər də qoşulursa, təcili yardıma mütləq müraciət eləməlidir. Belə. Bir neçə dəqiqəlik
ayrılacağıq sizdən əziz dinləyicilərimiz. İndi istəyirəm ki, sual-cavab şəklində çarxımıza qulaq asasınız. Ardıca sağlam xəbər blokumuz olacaq. Çox faydalı tibbi məlumatları özündə birləşdirən bir xəbər blokumuzdur. Çox da faydalanırlar dinləyicilərimiz. Təqdim edək, daha sonra artıq bir neçə sualla da müraciət edib Könül xanıma bugünkü proqramımızı beləcə yekunlaşdıracağıq. Sağlam həyat. Dəyərli vaxtınızı dəyərli olana ayırın. Sağlam həyat. Məhsula baxaraq onun gigiyenik normalara uyğun olduğunu deyə bilərikmi? Məhsulun görünüşünə baxaraq onun təhlükəsiz olduğunu demək mümkün deyil. Hətta eyni görünüşə sahib iki məhsuldan biri tam təhlükəsiz, digəri isə sağlamlıq üçün risk daşıya bilər. Məhsulun insan sağlamlığı üçün təhlükəsiz olub-olmaması yalnız laborator analizlər nəticəsində müəyyən edilir. Bu analizlərdə məhsulun fiziki, kimyəvi, toksikoloji və mikrobioloji göstəriciləri yoxlanılır, həmçinin yararlılıq müddəti və orqanoleptik xüsusiyyətləri qiymətləndirilir. Yalnız laborator nəticələri əsasında rəy verilən məhsulların istifadəsi sağlamlığın qorunması üçün etibarlı yoldur. Sağlam radioda sağlam xəbər. Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya İnstitutunun mütəxəssisi Valid Novruzov bildirir ki, fiziki aktivlik fərdi bir yanaşma tələb edir. Onun sözlərinə görə, gəzmək istənilən yaşda və sağlamlıq durumunda insanlar üçün ən təhlükəsiz məşq formasıdır. Bu, xüsusilə oynaq və çəkidən əziyyət çəkənlər üçün daha uyğundur. Qaçmaqsa bədəni formalaşdırmaq və kaloriləri sürətli yandırmaq baxımından faydalıdır. Lakin oynaq və sümüklərə daha çox yük düşür. Bu səbəblə düzgün ayaqqabı və texnika vacibdir. Valid Novruzov qeyd edib ki, sağlam qalmaq üçün gündəlik gəzinti kifayətdir. Dözümlülük məqsədi olanlarsa qaçışı seçə bilər. Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən elektron resept sistemi. Reseptim.az-la bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün Nazirliyin rəsmi internet resursu olan səhiyyə.gov.az portalında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün elektron resept sistemi ilə bağlı video təlimatlar yerləşdirilib. Bu video təlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə elektron reseptdən yararlanma qaydaları ilə tanış ola bilərlər. Eyni zamanda linkdə yerləşdirilən QR kodlar vasitəsilə mobil cihazlardan istifadə edərək elektron resept sisteminə daxil olmaq mümkündür. Sistemin istifadəsi ilə bağlı hər hansı sual yaranarsa Səhiyyə Nazirliyinin çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Telefon 012 596 07 12. Azərbaycan mətbəxinin sevilən göyərtiləri cəfəri və şüyü təkcə ləzzətli deyil, sağlamlıq üçün də dəyərli mənbələrdir. Cəfəri K, A və C vitaminləri, dəmir və antioksidantlarla zəngindir. Bu həm də immuniteti gücləndirir, ürək-damar sistemini və sümük sağlamlığını dəstəkləyir. Şüyüd isə efir yağlarının tərkibinə görə fərqlənir. O, qaz və şişkinliyi azaldır, həzmi yaxşılaşdırır və sakitləşdirici təsir göstərir. Mütəxəssislər bildirir ki, hər iki göyərti sağlamlıq üçün olduqca faydalıdır, seçim isə yalnız şəxsi ehtiyaclara bağlıdır. Könül Səfərova ilə bizim kardioloqumuz, həkimimizlə bugünkü sağlam həyatı mən elə düşünürəm ki, çox faydalı məlumatlarla da beləcə yavaş-yavaş bitirmək üzrəyik. Ürəyin ritmidir. Sağlam ümumiyyətlə sağlam ürək elə həyatın ritmidir. Bir-birinə o qədər əlaqəlidirlər. Ona görə bu gözəl melodiya hardasa dayananda və yaxud fasilə verəndə bu dəyişiklik bizdə özünü göstərir. Mütləq şəkildə özünü göstərir. Ona görə çalışaq ki, siqnallar ötürülürsə biz o vaxtında o siqnalları tanıya bilək və ciddi tədbir görək. Mən düşünürəm ki, bugün əbəs yerə qulaq asmadılar bizim dinləyicilərimiz efirimizə, çünki ürəyin ritmləri ilə bağlı pozuntular nə qədər acı səslənsə də söyləməliyik ki, çox tez-tez artıq gənclər arasında da ortaya çıxır və bu bizi narahat eləyir. Yaşlı insanlardan bayaq dinləyicimiz sual vermişdi. Mən o sualı oxuyanda istədim deyəm ki, artıq çox təəssüf ki, gəncləşib, gənc insanlarda da ürəyin ritm pozuntuları yaranıb, artır, ritmdə müəyyən bir dəyişiklik var və bu təbii ki, bizi narahat eləyir Könül xanım. Ona görə istəyirəm ki, ümumiyyətlə aşkarlanıb ki, gənclər arasında 14-35 yaş arasında gənclərdə 20-25% artıq aritmiyalar izlənilir. Amma xoşbəxtliyimiz ondadır ki, bunlar təhlükəli aritmiyalar deyil. Nə yaxşı ki, o təhlükəli aritmiyalardan deyilmiş. Deyil, və sonda istəyirəm dinləyicilərimizə ürək sağlamlığı ilə bağlı əsas tövsiyələriniz nədir? Onları deyəsiz. Biz sizi diqqətlə dinləyirik. Ümumiyyətlə ürəyin sağlamlığı, sağlığı tək bir orqanın sağlamlığı demək deyil.
Ürəyin sağlamlığı sağlam həyat deməkdir, sağlam gələcək deməkdir, sağlam əhval-ruhiyyə deməkdir, ümumiyyətlə sağlam həyat tərzi deməkdir. Ürəyimiz gün ərzində bizim üçün döyünür və bütün orqanlarımızı təchiz eləyir. Doğru. Yəni bütün orqanlarımızın asılı olduğu orqan da ürək. Onu biz xüsusi qorumalıyıq. Siz deməli, musiqidə ritm bitəndə musiqi bitir, amma ürəkdə ritm bitəndə bəzən həyat bitə bilir. Ona görə ürəyimizin ritminə diqqətli olmalıyıq. Nəzarətimizi əskiltməməliyik, müayinələrimizə vaxtında gəlməliyik, müalicələrimizə daha ciddi yanaşmalıyıq. Yəni bacardığımız qədər necə ürəyimiz bizi qoruyur, qayğımıza qarşı biz də ona diqqət yetirib qayğı göstərməliyik. Səsini eşitməliyik, dinləməliyik səsini. Eynən, siqnallarına erkən reaksiya verməliyik. Bəli. Və bacardığımız qədər sağlam həyat tərzi ilə onun daha çox işlənməsinə, yaşamasına şərait yaratmalıyıq. Belə. Allahın verdiyi ömrü də sağlam yaşayın. Bu günlük bu qədər deyirəm. Sizdən ayrılırıq bu günlük. Mən təşəkkürümü bildirirəm hər birinizin adından da. Gəlişinə görə, faydalı, maraqlı söhbətinə görə Könül xanım Səfərovaya, kardioloqumuza və inşallah düşünürəm ki, gələcək verilişlərdə bambaşqa bir ürəklə bağlı mövzunu bir daha işıqlandırarıq. Burada ətraflı məlumat yenə də ötürərik dinləyicilərimizə. Sağ olun Könül xanım. Çox sağ olun, minnətdaram dəvətiniz üçün. Buyurun. Sağlam olmaq çətin deyil. Sağlam həyat.